Salamlar, eşq olsun hər kəsə. Burası Amberg. Çox gözəl bir təbiət qoynundayıq. Amberg şəhərinin Bavariya ştatının Amberg şəhərində. Gəldik bura bu kilsəyə baxmağa. Və bu görsənir də yəqin katolik kilsəsidir bu. Burada gəldik, içəri girdik, katolik kilsəsinə baxdım. Bu da burada aşağıda da bu da ibadətxanadır, yumru. Orada da girdik, şam yandırdıq. Dediniz, axırda məni xristiyan elədiniz də. Xristiyanlığı qəbul eləmişəm, katoliklik. Çox qəşəngdir bura, təbiət də gözəldir. Bura şəhərin çox hündür yeridir, ona görə yəqin ki, havası da təmizdir. Həm də ağaçlıq, meşənin içərisidir. Çox qəşəng, gözəl hava var. Günəş də həmişəki kimi, həmişə olmadığın kimi. Yəni, burada günəşli günlər çox az olur. Həmişəkindən fərqli olaraq bu gün yaxşıyıq. Günəş də var. Quşların da səsi eşitirsiniz də çox. Ayso. Elə mən onu deyəndə daha çox möhkəmdən civildəşməyə başladılar. Qəşəng bir hava da var. Daha doğrusu quşların səsinin fonunda o ülvi təbii simfoniyanın fonunda çox gözəl təbiət mənzərələri, çox gözəl keyf, damaq. Çox sağ olun. Bura çox gözəldir, həm əhli dildir. Başını buladı, gözündən güldü. Güləndə qadası canıma düşdü. Salamat qalın.